O necə idi? Balalarıdır bu. Qonaq gəldi. Salam, hər vaxtınız xeyir olsun. Biz gedirik Sədərəyə. Neçə vaxtdır bir parçanı gözləyirdim. Axır ki o parça gəlib çıxıb. İndi gedirəm həmin parçanı almağa. Sizə də göstərəcəm. O qədər gözəldir. Əsl yay ab havasında olan bir parçadır da. Əsməyə telefon vermirik deyə küsüb bizdən. Çox gözəl bir gün yaşayırıq. Sədərəyə gedirik. Samirin ən çox sevdiyi yerdir Sədərə. O necə idi? Bakın yanınızda bir yetkim adam müşteri verir. Bunu görmediğiniz. Böyle koymam mısın? Gəlmişik yarmarkaya. Pomidor göstərim sizə. Balalarıdır bu. Qonaq gəldi. Bir otağı. Bu yəqin Samir xəstəlikdir. Bu normal deyil belə olmağı. Göbələk kimisi. Buna bax, üstündə balalayıb elə bil pomidorlar. Bəs reçet hangi? 1 manat. Çirişi də çəkin, bunu yeyib başımıza iş gəlmişdi. Ben bilmiyorum. Bunu da yeyib dadına baxmaq istəyirsən. Sən doydun ne? Bilmiyorum. Vinegret demiyordun, ne diyeceksin? Hala hazır vinegret Qarnında içeride eleyim. Ay, samsa çirəsi deyil. Bir de soğunluğu kaldı. Yox, uşaqlar da yeyir axı, əsmə xoşlayır. Ortadan götürüyor oradan.
kartoşkalar sənin üçün. Bu da mənim sizə dediyim həmin o parça. Bunu çoxdan da gözləyirdim. O qədər sevinmişəm ki, gələndə Hüseyin deyir, ana nə olub, bugün yaman sevinclisən. Deyə bilmədim ki, istədiyim, nə vaxtı gözlədiyim parça gəlib. Ona görə sevinirəm. Deməli, o qədər gözəl parçadır. Yaxından indi sizə də göstərəcəm. Demək, bütün yaş qrupları üçün bu parça idealdır. Yəni, heç bir yaş məhdudiyyəti yoxdur. Beşiklər üçün də hazırlamaq olar, tək nəfərlik yeni yetmə qızlar üçün də hazırlamaq olar, taxt üçün də hazırlamaq olar. Yəni, çox qəşəngdir. Mən çox bəyənirəm şəxsən. İndi sizə yaxından da göstərəcəm. Bir dənə açım. Siz parçanın bir gözəlliyinə baxın. Deməli, bu parça Selonya markasıdır. Türkiyənindir. 100% pambıqdır. İndi sizə yaxından göstərim. Biraz da yaxından göstərim sizə. Demək, bu parçanı üzərindəki çəhrayı rənglə, sarı rənglə, yaşıl, hətta açıq mavi də var. Üzərində olan istənilən rənglərlə kombin eləmək olar. Artıq 4 dənə sifariş götürmüşəm bu parçanı. Yəni, indidən deyiblər, bir dənə top qalmışdı mən alanda. Gördüm ki, bir top qalıb, ona görə də götürdüm. Çünki dediyim kimi çox gözəl parçadır. Bilirəm ki, bu parçamız qalmayacaq. Dediyim kimi artıq 4 ədəd sifarişini indidən götürmüşəm. Biz belə bir parça ilə bunu dəstləşdirəcəyik. Amma istəyə uyğun, yəni dediyim kimi sarı rənglə, yaşıl, mavi rəng var üzərində. İstənilən rənglə kombin eləmək olar. Çox nadir olan gözəl parçalardan biridir də, belə deyim. Çox güman ki, bundan özümə də, Əsmaya da hazırlayacağım. İnşallah bu dəst hazır olanda da çəkəcəm. Hazır şəklində göstərəcəm, amma bilmirəm o vaxta kimi qalacaq bu parçadan yoxsa yox. Dedim sizə də göstərim. İnşallah bəyənsəniz, sifariş etmək istəsəniz, nömrə qeyd edəcəm şərhlər bölməsində. Sifarişlərinizi oraya yazarsınız. Əsmanın nağıl kitablarını soruşmuşdunuz. Onları göstərim sizə. Demək belə göydən düşən, bunun bizdə 4 hissəsi var. Belə. Çox qəşəngdir. Yox, 3 hissəsidir. Birinci, hani almamışıq Əsma birincini? Hə, bizdə olan 2, 3, 4-dür. Maraqlıdır, bunları çox xoşumuz gəlir. Dəfələrlə təkrar Əsma ilə oxumuşuq. Ən çox da bunu oxumuşuq, hə, qırmızını Əsma. Ən çox maraqlısı oldu. Yəni, bunlar çox qəşəngdir. Yəni, almaq istəsəz tövsiyə edirəm. Sonra Əsmaya keçən il belə bir kitab almışdıq. Bu hecalı nağıllardır. Onda 1-ci sinifdə oxuyurdu. Amma Əsma bunu oxuyurdu mu? Əlbəttə ki, oxumurdu. Mən oxuyurdum onun üçün. Əsma əsasən mənə oxutdurur nağılları. Sonra bunu da təzə almışıq, amma bunu bəyənməmişəm. İçərisindəki nağılları seçib, Qəribədirlər. 2 nağıl oxumuşuqsa böyük şeydir. Həm çox uzundur nağıllar, həm də Çox. Sən necə istəyirdin? Uzun olsun. uzun olsa da Əsma maraqlı olmalıdır da. Yəni mənə maraqlı gəlmir bu nağıllar. Yəni axırda da bir belə deyim də həddən artıq uzun uzadı yazılıb, yəni nağıllar. Onu qısa formada daha maraqlı şəkildə mənə elə gəlir ki, yazıla bilərdi. Ana. Sonra Gəl bir dənəsini onu oxuyaq, o birisini oxumuşuq da. hə, oxuyaraq. İndi seçərsən birini oxuyaraq. Qoy bunları göstərim. Daha sonra bunu təzə almışam. Allahım, nə, niyə, nə üçün? Yəni suallar verir, uşaqlar üçündür və yəni cavablar var. Misal üçün bir ikisini sizə oxuyaq. Allahım, sənin barəndə sual vermək günahdır. Misal üçün cavab yazılıb ki, əlbəttə yox, mənim barəmdə suallar vermək günah deyil. İnsanların mənim barəmdə suallarını həmişə peyğəmbərlərim cavablandırıblar. Heç kimə niyə Allah haqqında suallar verirsiniz deməyiblər.
İndi sənin də mənim haqqımda bir sualın varsa, valideynlərinə, din xadimlərinə və ya müəlliminə sual verə bilərsən. Mənim barəmdə sual vermək günah deyil, əksinə bu çox yaxşı bir işdir. Yəni bunun kimi maraqlı suallar var içində, hansı ki biz valideynlər bəzən olur ki, onun cavabını uşaqlara verə bilmirik. Burada uşaqların dilində yazılıb. Bunu da təzə almışıq. Bu da oyundur. Mən elə bildim o deyil, oyun. Hə, burada qoy bir dənə göstərim Əsma. Bunun da içərisində, Əsma əlimə dəyirsən qızım. Bunun da içərisində misal üçün oyunlar var. Yəni körpə uşaqlar üçün də var, biraz böyük uşaqlar üçün də var. Mən bir ikisinə baxmışam. Misal üçün havada əl ilə şəkil çəkirsən, misal üçün uşaq tapmalıdır ki, o nədir? Belə maraqlı oyunlar var və yaxud gözü yumulu dəftərdə şəkil çəkirsən. Belə maraqlı, yəni oyunlar var ki, hansı ki burada göstərir. Yəni siz də övladınızla o oyunları oynayırsınız. Hə, Əsma seç. Oyunu oxuyaq. Bu oyunu oxumuruq, oyunu oynayacağıq. Bunu qoyum. Bunları yığaq yerinə. Hə, bir də bunu soruşmuşdunuz. Bu işığı. Demək, burada belə şpilkası var. Bunu vurursunuz, keçirdirsiniz kitaba. Buradan da işığı səhifələrin üzərinə düşür. Rahat oxuyursunuz. Hüseyin istifadə eləmədiyinə görə Əsma üçün götürüb onun üçün oxuyanda taxıram bunu da. Hansını oxuyacaq? Kəpənəyi, yaxşı. Kəpənək çox. Tırtıl. Artıq payızın soyuq və güclü küləkləri əsməyə başlamışdı. Soyuq tırtılın yağlı bədəninə təsir etmədiyi üçün o hey dayanmadan yeyirdi. Qəfil əsən sərt külək kökəlib yumağa çevrilmiş tırtılı yerə saldı. Tırtıl yerdə çarəsiz çabalayırdı. Yaxınlıqdakı ac toyuq isə iştahla tırtıla baxırdı. Gözləyir ki, gedim onu yeyim. Göydən üç alma düşdü. Amma qutarmaya baxın. Qurtardı. Bu nədir? Bu da cübbuludur. Ay, bunu da oxuyaq. Yox, bugün yox. Bugün hər gün bir nağıl demişik axı. Ana. Bir dənə bu sayfanı oxuyaq.